Esselamu Aleyküm və Rəhmətullah, dəyərli izləyicilərimiz. Balakən rayonunun Hənifə kəndində qəşəng, yekə 2 mərtəbəli ev satışa çıxarmışıq. Evin qarşısında marşrutlar, hər bir şey keçir və ev ümumi belə deyərsək 9 sotda Allahın izni ilə keçək. Tam olaraq təqdimata getdik qardaş. Ev dediyimiz kimi əla vəziyyətdədir. Qazı, suyu, işığı, internet, hər bir şey var və ən əsası evi elə bilirsiniz ki, botanikadır. Yəni Amazon meşəliyinə girmişik, anakonda da çıxacaq buradan. Hər yer gül çiçəkdir, başım fırlanır. Başım hərlənir bu güllərin iyindən. Bu yalancı şeydir, bu yox. Amma bax, normal gül çiçək, ideal vəziyyət. Həyat belə qəşəng. Asfaltcaq necə lazımdır qardaş. Evin girişinə sağ tərəfdə qəşəng bir dənə damı var qardaş. Damı da göstər. Zəhmət olmasa bir dənə belə dam da var. Bax qardaşım. Əla. Bir sağdan da belə göstərək qardaş. İdealni inşallah keçəcək əsas məsələyə. Evin tam içərisini göstərməyə. Gördüyünüz kimi qəşəng belə güllər, çiçəklər var. Həqiqətən də çox qəşəng dizayn olunubdur. Çox sərgəlidir. Yəni ki, bunu sevən xanımlarımız üçün vaxtını səmərəli keçirməsi üçün qayçı ilə, marjla, piçaqla, oynayıb gül ayıtlamaq zada necə lazımdır. Qəşəng burada hacı elək də var qardaş, bax. Belə mikilər də var. Keçək indi inşallah Xan Sarayının içinə. Yekə. Bu vaxtımız gedəcək. Çünki ev çox yekədir. Gəl qardaş, zəhmət olmasa. Bax, evin dizaynına bax qardaşım. Normal həqiqətən ora bax. Aboyu zadı divar kağızı necə lazımdır. Qəşəng mebeli zadı. Sərin, buz kimi tavanı zadı göstər. Tavan nə deyir? Tavan. Patolog qardaş. Ventilator təzə alınıb. Hara getdin qardaş? Hara get qardaş? Hara getmirsən? Burada salmıram. Bax qardaş, təzə ventilator. Gəl qardaş. Sağda bir dənə qəşəng belə geniş otaq. Bax. Yekə otaqlar var qardaş. Yekə otaqlar var qardaş. Bax. Bomba kimi, gəl. Gəl qardaş, gəl. Maşallah, hər yer genişdir. Yuxarıda da sürprizlərimiz doludur. Navigator lazımdır ki, mən yolumu azmayayım. Gəl qardaş, gəl. Burada sanitar qovşağı və sanuzeli. İşıq hardan yanır? Nəysə, baxın bir dənə. Ha, sanitar qovşağı, sanuzeli. Bəsdir qardaş. Burada birinci mərtəbədə, nə bilim, əşya yığan yeri, mən həmişəm kuxuna ölmüş. Gəl qardaş, bax. Gedirik, bir dənə belə eski belə fırra. İkinci mərtəbə çıxışında qəşəng materialdan istifadə olmuş material. Getdik yuxarı inşallah. Bax, qəşəng geniş, pilləkənləri da necə lazımdır. Allahın izindən... Oy, öldüm ayağım. Bir eski salonu göstər qardaş. Bax, belə qəşəng bir dənə geniş salı. Bax qardaş, gördüyü kimi. Qiymət də çox münasibətdir. Münasibət nədir? Münasibdir. Bax qardaş, bax, göstər. İşıqlardan yandırım. Bomba kimi, bismillah. Ən əsaslı nədən başlayacaq qardaş? Aboyda göstər qardaş. Hatamiti, hataliko. Gəl. Xanımlarımız üçün qəşəng bir dənə mətbəx. Bax qardaşım, normalni. Ay sağ ol, qəşəng. Getdik digər otağa, elə bir məktəbdir. Qardaş, məktəb olmayıb bura. Bax. Sağda bir dənə də, belə bir dənə qəşəng otaq. Yekə geniş otağı var qardaş, sağ solda fırra. Ay sağ ol. Gəl. Solda bir dənə otaq. Bax qardaş, bura bax, gəl. Bura nə var? Ora bax. Kimin öldürən? Pay verilir. Bax, burada mətbəx qapı var qardaş. Bax, o bir otağı da göstərəcəm. Mətbəxə də göstər, buradan salona girib çıxırsan, oyunlar açsan burada. Ay sağ ol. Burada da bir dənə belə otaq qardaş. Bax, geniş otağı var. Baxın, bura nədir pəncərədən. Belə bir mənzərəsi də var. Ay sağ ol. Evə alana bunu şəxsən pay verirəm. Bunu verirəm evin yanında, bonus. Fisiyo qardaş qutarı getdik. Deməli, buranın qiyməti, bax, 9 saat torpağından, qabağından, qarşısından, yaxşı, marşrutlar keçir. Tam qupçalı, tam sənədli. 95.000 deyil, 90.000 deyil. Cəmi 88.000 manata təklif olunur. Çox cüzi, gözə görünməyəcək qədər, mikroskopla baxanda görünməyəcək qədər endirim olacaq. Bəlkə heç olmadı, bilmirəm. Ola bilər, olmaya bilər. Yenə deyirəm, 88.000 manata təklif olunur. 88.000 dənə manat. Qiymətdə reallıq olsa, endirim olmayacaq. Allah mühafizə mülkünüzə bərəkət versin. Selamun Aleyküm və Rəhmətullah. Getdik.